Ciddi his olur ha, yəni. Həqiqətən olur. Bak, Həqiqətən bu, yəni, olur. əslində müzərifatcan dedim ki. Olur. İnanılmaz tıxac var. Tıxac idi. Əslində bizim sahədə də tıxac var hal-hazırda. Dolandırıcılar, Rusça moşenniklər. Özümə əngəl ola bilmirəm ki, yox, insanlara bildirmək lazımdır. İnsanlar maariflənməlidir, öyrənməlidir. Get də o rəfiqənlə niyə getməmisən? Niyə mənə gəlmisən? Adamı tanımır. Bizdə belə bir şey var da. Qiyməti məsəl üçün 100 manatdır, sənə 50 manat. Sənə 50 manat. Niyə? Yəni niyə mənə? Bu gün ilk iş günüdür. Bu arada işə çıxmayıb. Bu həqiqətən xaricə gedib işləmək istəyənlərin marağında olmalıdır və bilməlidirlər. Yəni sən arxı hoppanmamış necə hop deyirsən? Pul verdim, işləməlisən. Yəni müqavilə mütləq dərəcədə bağlanmalıdır. Bəli. İnsanlar bilsin. Pişik üçün də 1000 avro alıblar əlavə. Harvardda, Oxfordda oxumaq üçün insanlar nə etməlidirlər? Xalqın uşağı deyirlər bizdə. Yəni o uşaq olmalısan. Sən valideynlərin içinə bir su sərpirik orada və həqiqətən ilk olaraq biz Çinə çox sayda tələbə göndərdik və hal-hazırda da davam eləyirik. Uşaqları boşu-boşuna Türkiyəyə göndərib pulunuzu çölə atmayın. Yazıqdılar. Yəni Azərbaycan bu arada ultra güvənilir ölkədir. Mənim qızım oxumalıdır ki, yaxşı yerə köçsün. Valideynim həmişə israr eləyirdi ki, bank işçisi olacaqsan.